Salam, hörmətli izləyicilər. Loqaritmi üstü və loqaritmik funksiyalar mövzusunu davam edirik və bu dəfə loqaritmik sadələşdirmələrdən və yaxud da loqaritmanın xassələrindən, özəlliklərindən, xüsusiyyətlərindən belə deyək, danışacağıq. Əvvəlki videoda qeyd etmişdim, bax bu xüsusiyyətini loqaritma A əsasından A 1-ə bərabərdir. Yəni, loqaritmanın əsası ilə loqaritmanın altındakı ifadə bir-birinə bərabər olarsa, vəssalam, deməli, cavab 1-dir. Eləcə də, loqaritmada loqaritmanın altındakı ifadə 1 olarsa, cavab 0-dır. Bunu, bu özəlliklərini qeyd etmişdik. İndi yeni bir xüsusiyyətini qeyd edək və çox istifadə olunan və çox lazımlı bir xassəsidir. Nədir? Deməli, loqaritma A əsasından B-dir, düzdür? A-nın da qüvvəti var, B-nin də qüvvəti var və yaxud da A-nı da qüvvət şəklində gətirə bilərsiniz, B-ni də qüvvət şəklində gətirə bilərsiniz. Bu zaman həmən qüvvətlər loqaritmanın qarşısına gələ bilər. Amma necə gələ bilər? Deməli, loqaritmanın əsasındakı qüvvət məxrəcə gəlir həmişə. Loqaritma altındakı qüvvət, yəni loqaritmanın içindəki ifadənin qüvvəti sadəcə qarşıya gəlir sürətə. İndi buna misallar şəklində daha aydın başa salaq. Məsələn, loqaritma 2 əsasından 8, düzdür? Bizə deyir ki, sadələşdirib. Bunu cavabını tutaq ki, hələ qoyaq qırağa. Tutaq ki, cavabını bilirik olmağına. Amma bax, bu üsuldan istifadə edək. Yəni, deməyim odur. Necə istifadə edəcəyik? Baxaq görək, həm əsası, həm loqaritma altı ifadəni qüvvət şəklində yaza bilirikmi? 2-ni qüvvət şəklində yazmağın mənası yoxdur. Çünki elə 2 üstü 1-dir. 8-i necə yazaq? 8-i yaza bilərəm 2 üstü 3 şəklində. O da bərabərdir. Deməli, dedik ki, loqaritmanın içindəki ifadənin qüvvəti sadəcə qarşıya gəlir. Deməli, 3 gəldi qarşıya. Loqaritma burada 3-dən başqa nə görürəmsə yazıram. Çünki 3 qarşıya gəlib. Bərabərdir. Bu da həmən bu xassəyə gəlir, çıxır. Yəni, əgər əsasla loqaritmanın altı ifadəsi eynidirsə, bunun cavabı 1-dir. Bax, bunun cavabı 1-dir. Deməli, 3 vur 1 eləyir 3. Davam edək. Loqaritma 27-də 1, 27-də 1-də 9. Yəni, loqaritma 27-də 1 əsasından 9. İndi bunu tutaq ki, cavabını tapmaq istəyirik, amma belə görmürük də cavabını. Onda baxaq görək, neyə bilərik burada? Əvvəlcə əsasına baxıram. Görüm, əsasını necə yaza bilərəm? Əsasını yaza bilərəm 27-də 1-dirsə, mən onu əlbəttə ki, 27-ni 3 əsasına gətirmək olar axı, ən sadə. Onda 3 üstü mənfi 1 şəklində, üzr istəyirəm, 3 üstü mənfi 3 şəklində yazıram. Çünki 3 üstü 3 27 eləyir. Bu mənfi də onu tərsinə çevirəcək, 27-də 1 eləyəcək. Deməli, 3 üstü mənfi 3. 9-u necə yazıram? 9-u yazıram 3 üstü 2 şəklində. Vəssalam, indi həmən bu üstləri mən loqaritmanın qarşısına gətirəcəm. Amma necə gətirəcəm? Deməli, əvvəlcə loqaritmanın əsasına baxıram, yəni ayağında dayanan ədədə baxıram. Bunun üstünü məxrəcə gətirməliyəm. Ona görə bir məxrəc çəkirəm, yəni kəsir xətti çəkirəm. Mənfi 3-ü, yəni üstündəkini gətiririk, ya, bu 3-ü yox. Bu üstündəkini gətirdim mənfi 3-ü məxrəcə. Deməli, loqaritma altındakı ifadənin üstünü isə sürətə gətirirəm. Sonra nə qaldı yazıram. Yəni, bax, bunlardan başqa nə qalıb burada? Loqaritmanın ayağında 3 qalıb və loqaritmanın altında 3 qalıb. Və yenə də baxıram, əsasla loqaritma altı ifadə eynidirsə, deməli, cavab oldu 1. Bunun cavabı oldu 1. Amma qarşıda axı 3-də 2 var. Deməli, 3-də 2-ni də həmən bu 1-ə vururam, olur 3-də 2.
Bax, görürsünüz, necə sadə şəkildə tapılır. İndi gələk bura. Burada mən sizə daha sadə bir xüsusiyyət demək istəyirəm. Baxın, tutaq ki, kök altında 5-dir, düzdür? Mən bunu yazmalıyam necə? 5 üstü 2-də 1. Sonra bu 25-i yazmalıyam 5 üstü 2 və onlar qarşıya gəlməlidir. Amma başqa cür belə də yaza bilərik. Ümumiyyətlə, əgər mən bu kökdən azad olmaq istəyirəmsə, əlbəttə bildiyimizə görə bu kökü kvadrata yüksəltsək, bu kökdən azad ola bilərik. Onda, əgər sən ya loqaritma 6 ifadəni üzr istəyirəm, ya loqaritma 6 ifadəni və yaxud da loqaritmanın əsasını hansısa bir qüvvətə yüksəltdinsə, onda digər ifadəni də avtomatik yüksəltməlisən. Bu elə bir necə ki, kəsirlərdə var idi, məxrəci nəyə vurdunsa, böldünsə, sürəti də ona vurub bölməlisən. Bu da elə. Deməli, əgər mən bu kökdən azad olmaq üçün bunu kvadrata yüksəltmək istəyirəmsə, onda 25-i də kvadrata yüksəldəcəm. Deməli, onda nə alınacaq? Loqaritma. Deməli, kök altında 5-i kvadrata yüksəltdik, aldı 5. Düzdür? Axı, mən artıq 25-i də kvadrata yüksəltməliyəm. 25-i də kvadrata yüksəltsəm, 25-i belə yaza bilərəm. 5 üstü 2. Onu da kvadrata yüksəldəndə deməli, burada alındı 5. Burada nə alındı? 5 üstü 4. Bərabərdir. İndi həmən bu üstləri qarşıya gətirmək istəyirəm. Qarşıya gətirəndə baxıram. Loqaritmanın əsasının qüvvəti yoxdur. Deməli, burada məxrəcə heç nə gəlməyəcək. Məxrəcdə ehtiyacı yoxdur ona görə. Deməli, bir dənə burada qüvvət 4-dür. O 4 qarşıya gələcək. Vurma şəklində oldu belə. Və 4-dən başqa nə qaldı? Burada 5, 5. 5, 5 nə deməkdir? 1 deməkdir. 4 vur 1, 4 deməkdir. Bax, bu qədər asan yolla siz tezdən həll edə bilərsiniz. Davam edək. Baxın, 4-cü nümunədə. Mənfi LG 0,100% çıxaq 2 LN Y əsasından mənfi 100. Onu qeyd edim ki, əvvəlki videoda mən bunun LG-nin, LN-in nə olduğunu qeyd etmişəm. Və siz də əgər misal həll edəndə bu sizi çaşdırırsa, siz bunun ayağına bunun əsl əsasını yaza bilərsiniz. Bildiyimiz kimi LG-nin əsasında 10-dur yanır, yəni loqaritma 10 əsasından ifadədir. Bu isə loqaritma Y əsasından ifadədir. Siz bunu yaza bilərsiniz ki, gözünüz görsün. İndi yazdıq, tutaq ki, sadələşdirmələr aparmalıyam. Yəni, tutaq ki, 0,100% görmüsünüzsə, bunu çox yaxşı olar ki, 10 əsasından yazaq. Nəyə görə? Axı, burada da 10 var. İndi baxaq. Deməli, loqaritma 10 əsasından yazdım. İndi mən bunu 0,100% 10 əsasından qüvvətlə yazmaq istəyirəm. Bu bildiyinizə görə 10 üstü mənfi 2-dir. İndi çıxaq 2 loqaritma Y əsasından. Y üstü mənfi 3-ə dəymirəm. Çünki bu bizim üçün elə hazır qüvvət şəklində verilib. İndi loqaritmanın xüsusiyyətdən istifadə edəcəm. Yəni, həmən bu qüvvətlər qarşıya gələcək. Bərabərdir. Mənfi 2 deməli, qarşıya gələndə həmən qarşıdakı nə varsa ona da vurulmalıdır. Mənfi 2-ni bu qarşı gətirəndə bu mənfiyə vurulur, olur. Müsbət 2, deməli, nə qalır? Loqaritma 10, 10. Sonra baxaq buna. Mənfi 3 bu qarşıya gələndə bu mənfi 2 ilə vurulur, olur. Müsbət 6, nə qalır? Y. Bu eyni olanlar 1 verir bizə. Yerdə nə qalır? 2 vur 1, üstə gəl 6 vur 1. O da eləyir 8. Və burada loqaritmanın yeni bir xüsusiyyətini qeyd etmişəm. Deməli, əgər tutaq ki, loqaritmalar toplanırsa 2 və yaxud da daha çox məcbur deyil ki, məhz 2 dənə loqaritmanı toplayasınız.
2 və daha çox loqaritmalar toplanılırsa, amma onların bax bu əsasları eynidirsə, onda siz o bütün loqaritmaları bir loqaritmaya gətirə bilərsiniz, həmən bu A əsasını saxlamaq şərti ilə. Amma nə edəcəksiniz? Deməli, üstə gəlmə zamanı həmən bu loqaritmanın altındakı ifadələr, yəni bax bu x-lar, y-lar bir-birinə vurulacaq. Üstə gəlməyəcəksiniz, yəni çox şagird götürür, bunu da üstə gəlir. Yox. Deməli, loqaritma, bir dənə loqaritma yazdınız. Əsasın bir dənəsini yazdınız. Qalan loqaritmanın içindəki bütün ifadələr bir-birinə vurulur. Çıxma zamanı isə yenə də bir loqaritma yazırsınız, əsasdan bir dənəsini yazırsınız, amma loqaritma içindəki ifadələri bir-birinə bölürsünüz. Buna aidində misal zamanı daha aydın başa düşəcəksiniz. Bax bu cür. Bu misallar qeyd edim ki, çox düşür və demək olar ki, hər il ya buraxılış imtahanı olsun, ya liseylərə, texnikumlara olsun və yaxud da 3-cü qrup, 4-cü qrup, 5-ci qrup səviyyəsində olsun, düşür. Deməli, siz burada birinci növbədə nə edəcəksiniz? Hələ bu MN-i bax bu ifadədə istifadə eləməlisiniz də. Deyir, loqaritma görürsünüzmü, əsası yoxdursa, deməli, bu 10 əsasındandır. 10 əsasından 2m-dir, 10 əsasından 3n-dir. Bunların əsasında biz bunu hesablamalıyıq. Gəlin, baxaq. Deməli, əvvəlcə yazaq. Fikir verirsinizmi, bunun özü də 10 əsasındandır. Deməli, LG, indi bunu necə yazaq? 0,136 çox yaxşı olar ki, bax, bu onluq kəsir şəklində verilmiş ifadələri kəsir şəklində yazasınız. %36. Düzdür, yazdım bunu. İndi, baxın, bunu təzdən qaytaraq. Fikir verin. Baxın, deyəm bir də. Deməli, burada nədir vəziyyət? 36 böl 100-dür. İndi baxıram, burada loqaritmada bölmə, bax, burada elə bir, biz buradan bura gəlmişik, indi buradan bura qayıdacaq. Daxı, düsturlarda bu mümkündür. Deməli, loqaritmada əgər loqaritmanın altındakı ifadədə bölmə varsa, biz bu loqaritmanı 2 loqaritmaya bölə bilərik. Bir sürət üçün, bir məxrəc üçün. İndi gəlin yazaq. Deməli, mən bunu 2 yerə parçalayacağım. Bir loqaritma ilə 36-nı götürəcəm, bir loqaritma ilə 100-ü götürəcəm və aralarında bölmə olduğuna görə bölmə çıxmaya ekvivalentdir. Onda loqaritma 100 bərabərdir. İndi bunu hesablayacağım. Baxaq, görək nə edə bilərik. Loqaritma 36. 36-nı mən necə yaza bilərəm? 36-nı yaza bilərəm 6-nın kvadratı şəklində. Çünki mən nə vurğulamışdım? Əgər loqaritma 6 ifadəni və yaxud da əsasını hansısa bir qüvvətə gətirə bilirsinizsə, gətirin, çünki daha sadə olacaq. Davam edək. Deməli, çıxaq. Loqaritma 100-ü də 10 üstü 2 şəklində yaza bilərik. Bərabərdir. Bu üstləri biz bildiyimizə görə qarşıya gətirə bilərik. Onda 2 gəlir qarşıya. Olur LG 6. Çıxaq. 2 gəlir qarşıya və burada yazaq yaxşı. LG 10 bərabərdir. Deməli, burada nə alındı? 2, LG 6, çıxaq. Bu, axı 10 əsasındandır. 10 nə verir bizə? 1, 2 vur 1, 2. İndi axı işimiz qutarmadı. Mən çünki M-dən, bir də N-dən istifadə eləməliyəm. Amma loqaritma 2 əsasından M-dir, 3 əsasından indi. Məndə də burada axı
2 əsasından yox, üzr istəyirəm, loqaritma 10 əsasından 2m-dir və 10 əsasından 3n-dir. Amma məndə burada 6-dır. Yəni, mən 6-nı həmən bu 2 və 3-lə ifadə eləməliyəm ki, sonra o 2 və 3-lərin yerinə m-ni yaza bilim. Deməli, nə edirəm? İndi mən, bax, yenə bunu qaytarıram. İndi mən, bax, bu xüsusiyyətdən istifadə edəcəm. Bax, bu xüsusiyyətdən. Vurma xüsusiyyətindən, vurmadan təzdən bax bu xüsusiyyətə qayıdacam. Necə? Həmən bu 6-nı, mən baxıram ki, mənə nə lazımdır? 2 ilə 3 lazımdır. Həmən bu 6-nı da mən rahat şəkildə 2 vuraq 3 şəklində yaza bilərəm, düzdür? Deməli, loqaritma altındakı ifadə vurma şəklində verilibsə, onda bu loqaritmanı parçalamaq olar, bərabərdir. Bu 2 qalır, bu qarşıdadır, bu heç. Deməli, loqaritmanı 2 yerə parçalayacağım. 1 LG 2, 1 LG 3 və vurma olduğuna görə arada toplama. Bunu mötərizədə yazaq ki, çünki bu 2 bunların ümumiyyətlə hamısına vurulmuş olmalıdır. Çıxaq, bu 2, bu heç qalır, bizə mane olmur. Vəssalam. Gəldik, çıxdıq bizə əvvəlcə şərtdə verilmiş ifadələrə. LG2 M-dir. Deməli, baba, bu M-dir. Gəlin bunu başqa rəngdən istifadə edək. Bu M-dir. LG3 nədir? N-dir. Vəssalam. Gəlin, indi mötərizəni açaq. 2 vuraq M, üstə gələk 2 vuraq N, çıxaq 2. İndi fikir verdinizmi nə olur? Deməli, loqaritma 10 əsasından 2m idi, 10 əsasından 3n idi və bizdən bax bu ifadənin həmən bu m və n-lə ifadə eləmək istəyirdilər. Yəni, deyirdilər ki, bunun cavabını elə ki, tərkibində m və n olsun. Biz nə elədik? Əvvəlcə loqaritmanın xüsusiyyətlərindən istifadə edərək sadələşdirmələr apardıq və axırda gəldik. Bizə şərtdə verilən ifadələrə bərabər ifadələr aldıq. Ondan sonra onların yerinə verilmiş cavablarını yazdıq. Yəni, m və n-dən istifadə etdik. Bax, bu cür cavab aldıq. Bəli, loqaritmanın digər bir xüsusiyyətindən danışacağıq indi və bu da çox istifadə, misallarda çox rast gəlinən, çox istifadə olunan xüsusiyyətdir. Nədir? Deməli, loqaritma A əsasından B verilib. Amma mən istəyirəm ki, tutaq ki, vaxtda biz istəyirik ki, loqaritma bu əsası A olmasın, bir başqa ədəd olsun, və ya hərf olsun. Deməli, bunu lazım gəldikdə başqa əsasa çevirmək istəyirik. Bunu necə edəcəyik? Deməli, hansı əsasa çevirmək istəyiriksə, tutaq ki, S əsasına, istəyirik burada S əsası olsun. Onda loqaritmanı 2 yerə parçalayacaq. Kəsir xətti çəkəcəyik. Deməli, bir loqaritma, bax, bu yuxarıda daxı, düzdür? Bu da yuxarıda əmələ gələcək, amma S əsası ilə. A aşağıda daxı, bu da aşağıda əmələ gələcək, amma S əsası ilə. Deməli, ikisi də görürsünüz, loqaritma S əsasından əmələ gəldi. Bizə də S əsasından lazım idi. Amma sadəcə bizə verilən loqaritma 2 yerə parçalandı. Deməli, B ayrı loqaritmaya getdi, A ayrı loqaritmaya getdi. B yuxarıda olduğuna görə sürətə getdi, A aşağıda olduğuna görə məxrəcə gəldi. İndi biz bunu necə istifadə edəcəyik? Fikir verin, bax, bu misalda. Bu, ilk növbədə çox uzun bir misal görsənə bilər. Və fikir verin, hər bir loqaritmaya baxsaq, heç cürə sadələşə də bilmir. Yəni, cavabları yoxdur ki, biz bunun tutaq ki, cavabını alaq, bir-birinə vuraq. Bəs nə edəcəyik? Burada, bax, bu xüsusiyyət bizim işimizə yarayacaq. Necə? İndi fikir verin, mən nə edəcəm? Loqaritma, tutaq ki, 2 əsasından 3-dür. Burada isə loqaritma 3 əsasından, tutaq ki, 4-dür, düzdür? İndi mən bunları eyni əsasa gətirmək istəyirəm. Eyni əsasa gətirmək istəyirəm. Və fikir verin,
Deməli, burada hansı əsasa gətirmək istəyirik? Fərqi yoxdur əslində. Hamısı eyni əsasdan olsun ki, bizə sadələşdirmələr daha rahat olsun. Çünki axı baxın, əsaslar fərqlidir. Biri 2 əsasdandır, biri 3 əsasdandır, biri 4 əsasdandır. Bu mənə loqaritmanın məsəl üçün müəyyən xüsusiyyətlərini istifadə etməyə imkan vermir. Eyni əsas olsaydı nəsə eləmək olardı? Gəlin eyni əsasa gətirək. Və hansısa əsasa, məsələn, tutaq ki, 10 əsasından gətirək. Nəyə görə 10 əsasından? 10 əsasını yazmaq daha rahatdır. LG formasında yazılır. Deməli, baxın, bunu 10 əsasına gətirirəmsə, biz nə demişik? Hansısa bir əsasa gətiririksə, bunu 2 yerə parçalayırıq. Bu ayrı, bu ayrı. Deməli, bu sürətdə yazılır. LG 3 bölürəm. Yenə LG yazıram, amma 2. Vuraq. İndi yenə də bunu LG şəklini yazmaq istəyirəmsə, LG 4, LG 3. 4 sürətdə, 3 məxrəcdə. Vuraq. Burada LG 5, LG 4 və s. vuraq. LG 64, LG 63. İndi fikir verin, burada nə vəziyyət yarandı? Baxın, necə çox sadələşdirmə getdi. Bundan bu ixtisar getdi, bundan bu ixtisar getdi. Və aradakılar da ixtisar gedəcək. Axırda bu 63 də özündən əvvəlkinin sürəti ilə ixtisar gedəcək. Nə qalacaq yerdə? Bax, bu da buradan ixtisar gedəcək. Nə qalacaq yerdə? Birinci hissədən bir dənə bu qaldı. Məxrəc çəkək. Birinci hissədə məxrəcdə qaldı LG 2. Və axırıncı hissədə sürətdə qaldı LG 64 bərabərdir. İndi fikir verin. Bunu əslində 2 cür yazmaq olar, amma mən qüvvətə gətirmək yolundan istəyirəm yazım. LG 64-ü 2 əsasından 6-dır, bunu bilirik. Bu da LG 2-dir. 6 bildiyinizə görə qarşıya gəlir. LG 2-lər ixtisar gedir. Qalır 6. Görürsünüzmü? Bu qədər uzun hasilin cavabı 6 imiş. Və davam edək. Yenə də loqaritmanın hansısa bir xüsusiyyətindən danışırıq. Loqaritma A əsasından B-dir. Biz istəyirik ki, tutaq ki, loqaritma A əsasından B olmasın, bunlar bir-birinin yerini dəyişsin. Yəni, B ilə A yerini dəyişsin. Bu zaman sadəcə bu loqaritmanı tərsinə çeviririk. Yəni, loqaritma A əsasından B-dir. Mən istəyirəm ki, B əsasından A olsun. Onda sadəcə bunu tərsinə çevir və salam. Gəlin misalda bunu tətbiq edək. Əvvəlcə baxaq məxrəclərə görək nə vəziyyətdədirlər. Loqaritma 6 əsasından 36, 3 əsasından 36. Burada loqaritma 2 vuraq loqaritma 2 əsasından 6-dır. Birinci növbədə bax, bu qarşıdakı 2-dən əvvəlcə azad olaq. Yəni, bunların qarşısında ədəd yoxdur. Gəlin bu 2-dən də, 2-ni də yox olaq. Bu 2 necə yox olunur? Ümumiyyətlə, bu 2 bura necə gəlib? Onu bilirsinizsə, eləcə də o vəziyyətdə yox eləyə bilərsiniz. Bildiyimizə görə qarşıya gələn ədəd həmən bu loqaritmanın altındakı ifadənin üstündə dayanır. Bu üstündə dayanan ədəd həmişə qarşıya gəlir, düzdür? Deməli, bu bunun üstündə dayanıbmış. Gəlin bunu üstünə qaytaraq. Onda belə vəziyyət olur. Burada yazıram, təzədən misalı yazmıram. Deməli, bu belə vəziyyətdə olur. Loqaritma 2 əsasından, bax, bu 2 gedir 6-nın üstünə. 6-nın kvadratı, o da nəyə bərabərdir? Loqaritma 2 əsasından 36. İndi fikir verin. Məxrəclərimizi bu vəziyyətdə sadələşdirdik. Yəni, bax, bu hissəni biraz sadə şəklində yazdıq. İndi mən nə edə bilərəm? Fikir verin, bunlar hamısı tərs vəziyyətdə yazılıblar bir sözlə. Onda və mən baxıram ki, loqaritma burada hamısı, loqaritma 6 ifadələr hamısı 36-dır. Amma loqaritmanın əsasları bir-birinə bərabər deyil. Deməli, mən bu 36 ilə bunların yerlərini dəyişsəm, hamısının əsası 36 olacaq.
Bəs mən bu 36 ilə bu 6-nın yerini necə dəyişə bilərəm? Əlbəttə ki, bunu tərsinə çevirməklə. Tərsinə çevrildikdə onda olur loqaritma 36 əsasından 6 üstəgəl. Bunu da tərsinə çevirirəm və bunların yerini dəyişirəm. Olur loqaritma 36 əsasından 3 üstəgələk. Bunu axı dəyişdik, bu vəziyyətdə yazdıq. Yenə bunu 36 ilə 2-nin yerini dəyişmək istəyirəmsə tərsinə çevirirəm. 36, 2 və bərabərdir. İndi loqaritmanın xüsusiyyətindən istifadə edəcəm. Hansı xüsusiyyətindən? Bildiyimizə görə loqaritmanın əgər əsasları hamısı bərabərdirsə, biz bunları bir loqaritma şəklində yaza bilərik. Yəni, bir dənə loqaritma 36-nı yazdım. Və onların bütün içindəki ifadələri bir-birinə toplama olduğuna görə vururam. Deməli, 6 vuraq 3 vuraq 2 bərabərdir. Loqaritma 36 əsasından 36. Loqaritmanın əsası ilə loqaritma altı ifadə eynidirsə, bunun cavabı 1-dir. Və yenə də loqaritmanın xüsusiyyətindən istifadə edəcəyimiz bir misala rast gəlirik. Loqaritma 2 əsasından 3 m-ə bərabərdir. 2 əsasından 5 n-ə bərabər olduğuna görə loqaritma 12 əsasından 20-ni m və n ilə ifadə edir. İndi mən burada nə edə bilərəm? Baxıram ki, loqaritma burada 2 əsasındandır hər ikisi. Amma mənə burada loqaritma 12 əsasından soruşur. Deməli, mən bunu 2 əsasından yazsam daha yaxşı olar. Çünki buradakılar 2 əsasındandır. Onda bunu 2 əsasına gətirmək üçün, loqaritmanı əsasa gətirmək üçün nə edirəm? 2 yerə parçalayacağım da. 1 20, 1 12. Deməli, 20 yuxarıda olduğuna görə sürətdə yazılacaq. Olacaq loqaritma 2 əsasından. Çünki mən 2 əsasına gətirmək istəyirəm. Ona görə yazdım 2. 20 və 12 isə aşağıda yazılacaq. Loqaritma 2 əsasından 12 bərabərdir. İndi mən bu 20-ni, 12-ni vurma şəklində yazıb yenə loqaritmanı parçalayacağım ki, gəlsin mənə lazım olan bax bu 3, 5 alınsın. Loqaritma 20-ni necə yaza bilərəm? Yəni bax bu 20-ni nə şəkildə yaza bilərəm? 20-ni yaza bilərəm 4 vuraq 5 şəklində. Nəyə görə 4 vuraq 5 şəklində yazdım? 10 vuraq 2 şəklində də yaza bilərəm də. Mən 4 vuraq 5 şəklində ona görə yazdım ki, bax, buradakı 5 alınsın. Mənə burada hansı ədədlər, rəqəmlər varsa, onlardan istifadə etməyə cəhd etməliyəm. Deməli, bunu vurma şəklində yazdımsa, deməli, bu loqaritma 2 yerə parçalana bilər. Loqaritma 2, 4. Vurma olduğuna görə toplama, loqaritma 2 əsasından 5. Aşağını necə yaza bilərəm? Aşağını yaza bilərəm 4 vuraq 3 şəklində. Nəyə görə? Çünki mənə 3 lazımdır. Yenə 2 yerə parçalayacağım. 2, 4, 2, 3. Və salam. Loqaritma 2 əsasından 4 bildiyimiz kimi loqaritmanın hesablanmasından 2-yə bərabərdir. Yəni bu elədir ki, üstəgəl loqaritma 2 əsasından 5 axı verilib n yazdıq. Loqaritma yenə 2 əsasından 4 2-yə bərabərdir. Loqaritma 2 əsasından 3 verilib m yazdıq. Və salam, m və n ilə ifadə elədik. Və sonuncu hissəyə baxaq. Deməli, bax, bu xüsusiyyətdən də çox istifadə edirlər. A-nın üstündə loqaritma var. Və bu loqaritmanın əsası həmən bu A-ya bərabərdir. Bu zaman nə edirsiniz? Bu zaman bu A-lar bir-birini aparır və cavab olur B. Eləcə də
loqaritma, tutaq ki, A-nın üstündə bir loqaritma var, x əsasından B-dir. Amma biz istəyiriksə ki, bu B-nin üstündə loqaritma əmələ gəlsin. Onda sadəcə loqaritmanın bax, bu altındakı ifadə ilə həmən bu əsası dəyişə bilərik, yerlərini dəyişə bilərik. Yəni, bu B ilə bu A-nın yerini dəyişmək mümkündür. Gəlin misallara baxaq. Deməli, hər hansı bir B ədədi verilib, bax, bu ifadəyə bərabərdir. 9 üstü loqaritma 3 əsasından 5, üstəgəl 1, bu üstəgəl 1 yuxarıdadır. 9-un yanında deyil, yəni qüvvətdədir. Olarsa, bax, bu ifadənin qiymətini hesablayın. Deməli, biz əvvəlcə B-ni hesablamalıyıq, sonra burada yerinə qoyub bizə lazım olan cavabı alacağıq. B-ni necə hesablayaq? B-ni biraz sadələşdirək. Necə sadələşdirək? Ümumiyyətlə, 9-un üstündə fikir verin, üstəgəlmədirsə, biz bunu qüvvətlərdən bilirik. Ki, necə yaza bilərik? İki cür yaza bilərik. 9 üstü loqaritma 3, 5 vuraq 9 üstü 1. Çünki əsaslar eyni imiş ki, qüvvətlər toplanıb. İndi bərabərdir. 9, bu 3. Mənə lazımdır bu xüsusiyyəti istifadə eləmək üçün həm əsasla, həm loqaritmanın əsası bir-birinə bərabər olsun. Amma burada 9-dur, burada 3-dür. Axı, mən 9-u 3-ə gətirə bilərəm. 9-u yazıram 3 üstü 2 şəklində. Və loqaritma 5 vuraq 9 da öz yerində. Bərabərdir. İndi bu 3 ilə bu 3-ü apara bilərəm, yerdə 5 qala bilər. Amma bu 2 mənə mane olur. Bəs biz də bilirik axı, bu 2 lazım gəldikdə həmən bu qüvvət şəklində qayıda bilər. Onda bu 2-ni göndərək bu üstdəki, bax, burada qarşıda qalmasın da, bizə mane olmasın. Onda belə bir hal alınır. Loqaritma 3 əsasından 2 5-in üstünə gələndə 5-in kvadratı eləyir, ha? 5-ə vurulmur. 5-in kvadratı şəklində yazılır. O da neçə eləyir? 25 eləyir. Vur 9 yazdıq bərabərdir. Hə, indi baxıram ki, bax, bu əsasla loqaritmanın əsası bir-birinə bərabərdirsə, baba, bu hissəni yumuram. Bu hissə bütövlükdə yox olur. Cavab nə qalır? 25 qalır. Və vuraq 9. O da neçə eləyir? 243. Yox ki, 9-u 5-ə 45-ə istəyirəm. 4 yadda 18, 225. Yəqin ki, aydın oldu. Gələn videoda yenə də bu mövzunun davamı olacaq. Tənliklər, sonra da bərabərsizliklərə toxunacaq. Sağ olun.